Hər vaxtınız xeyir olsun, dəyərli müştərilərim, gözəl izləyicilərim. Like'larınızı qoyun, sizlər üçün Mərdəkanda yayı da, qışı da yaşaya biləcəyiniz bir dənə həyət evi tapmışam. 8 metr uzunluğunda, 3 metr enində, hovuzu 1,60 da dərinliyi var. Bunu da qeyd edeyim sizlərə. Burada 35 kvadratlıq söhbətgahı, besetkası, qışı da yaşaya bilərsiniz. Çünki tam isti döşəməlidir. Hətta divarlar da keramogranitlə üzlənilib. Mən deyərdim ki, əladır. Qiyməti 275.000 manatdır. Məncə almağa dəyər. 160 kvadratdır, 5 sotdur. Burada da manqalı. Evin, indi onu da deyərəm. Burada evin yan tərəfinə keçmək olur. Mərdəkanda yeni qala yolu açılıb. Bilənlər bilir. Makaronlu tərəfdən də gəlmək olur. Bravo market tərəfdən də gəlmək olur. Sonra aeroport yolundan da gəlmək olur. Yəni yeri yaxşıdır, çox yaxşıdır. Şəhərə də yaxındır, mərkəzə də yaxındır, Mərdəkan mərkəzinə. Çox yəni belə dalay-dulay yollar deyil. Burada daxil olan kimi sol tərəfdə mətbəxi 30 kvadratlıq gözəl bir, işıqlı bir mətbəxi var. Bilmirəm videoda nə qədər düşür, amma rəng tonları mükəmməl seçilib. Bir dənə evin pəncərəsinin böyüklüyünə baxın. Açacağım bu pərdələri. Pərdə açmaq işinə özüm baxıram bilirsiniz. Bax, həyətə baxırsan. 42 kvadratlıq zalı, ev tam isti döşəməlidir. Sonra 3,60 tavanın hündürlüyüdür. Burada istipolun kollektoru yığılıb. Evdə birinci yataq otağı və özünün sanitar qovşağı. Qapıların hündürlüyü 2,25'dir. Düşüngüldür. Ümumilikdə evdə 3 yataq otağı var, 1 zal var, 4 otaqlıdır. Bu da 20 kvadratlıq kifayət qədər geniş olan yataq otağı. Burada sanitar qovşağı, ümumi sanitar qovşağıdır. Burada da yenə də kollektor qoyublar isti döşəməni. Və burada sonuncu 19 kvadratlıq yataq otağı. Məncə almağa dəyər. Bütün kommunal xəttlər çəkilib, ipotekaya yararlıdır. Əgər bu fürsəti dəyərləndirmək istəyirsinizsə, bu evə sahib olmaq istəyirsinizsə, mənimlə əlaqə saxlayın. Allah hər birinizə bundan daha gözəl, daha yaxşı evlər nəsib eləsin. Özünüzdən müğayət olun. Hələlik.